Salam dostlar. Bugünlerde bir sorunla karşınızdayım. Bunun çözümünü hala tam tapa bilməmişəm. İndi bunu da sizlərlə çözməyə başlamışam. Artıq bir qədərini çözməyə başlamışam. Bu sorun aslında PES 2013'də. PES 2013'də oyun planına ya da orada var şeylere girmek adına eğitim. Bundan tutsam artık bir sorunla karşınızda olacağım. Bunun hakkında çok şeyler var. Girirsen oradan alırsan. Ama aslında bakmışam bu sorun aslında ben de var idi. Bende de böyle problem var idi. Ama bir qədərdən sonra bu problemi ben necə aradan kaldırdım. Ben hindislerle kaldıracağım bunu. Linksem. Linki açıklamada vereceğim. Bu günceldi ama bunu yani niye marzat çağırırız? Şimdi oyuncular buraya gelip artık. Mesela burada bize lazım olan bir şey var. Diyelim. Bize burada esasen yüklenen bir şey lazımdı. Ona da bu sayttan buna basarak hardaydı ama buna basarak yükleyebilirsiniz. Buna basarsa sonra oradan yükleyirsiniz. Sonra ben onu yüklemişim. Gördüğünüz 4 defa yüklenip artık bu 3 defa. İndi ise bunun üstüne basaq. Gördünüz şimdi. Devam tostu açılır bura. Bir de ki əsas şeylerden biri budur. Əgər kompüter bizə virus düşəcək bunda, ona görə də mən bunu tam göstərməyəcəm. Dostlar, yarısı siləcəm. Yəni ki, oradakı virusların qədərindən baxacaqsınız. Bunu mən format edəndə orijinal premium versiyonudur. Bu 360 türlü. Gördüğünüz gibi artık viruslar başlayıb. Niye başlayıb? Çünki bunlardandır. Bu saytın öz adminə də deyirəm. Bunu biraz düzəltsə yaxşı olar. Artıq gördüyünüz kimi Blockit counter'ın öz-özünə şeyler, proqramları çıxır. Qoy onları bloklasın. İndi isə biz videomuzu çəkək. Yüklədikdən sonra sizə açmayacaq, bundan çıxaq. O açmama problemi ben çözdüm. Diamond Toast'la açmır. Peki bu nedir? Bize lazım değil artık. Gördüğünüz gibi virüsler doldu artık kompüterimize. Ben artık bunu silmeliyim. Videomu devam ettireceğim ama plan silim artık isim biri kalsın çünkü esas testçiyim çünkü bundan sonra virüsler basacak kompüterimi. Bunlar gördüğünüz gibi açmadı. İndi ise buradan WinRAR seçin. WinRAR seçti. Gördüğünüz gibi geldi. Buna 2 defa tıkladıktan sonra bu gelir. Tempe düşür bu dosyaya. Ve bu dosya düştükten sonra bunun yüklemesi gelir. Geleceğin de işleme. Bakın. O gördüğünüz bu işleme gelir. Ondan sonra
yenidən bir yüklənmə gəlir. O yüklənmədə artıq mən bunu bağlayacağım, çünki viruslar dolacaq. Yəni mən bunu söndürsəm, tam hər şey olacaq, amma viruslar tamamilə sizin kompüterinizi başdan sonra da elə bir bütün proqramlarınızı viruslar ələ keçirsəcək. Buna görə də onu eləməyin. Adı nədir? İstərsiniz üçlüyün. Gördüyünüz kimi. Burada var bu. Online. Bunu seçsək. Üçlü. Bunu mən elə vəziyyətə çatdıracaqdır. Artıq antivirus deyəcək ki, mən sənin proqramını qaldıra bilmirəm, ona görə sənin proqramından çıxmalıyam. Və bu proqramdan da çıxmaq üçün gərək bunu çıxacaq, bunu öz-özünə. Sonra girib biz tez buradan bunu silməliyik. Görəcəksiniz indi. Üçlənsin. Çox. Bir də ki, bunu aldım Steam'dən. Euro Truck Simulator. Onu da videosunu keçəcəm istəyirəm. Şimdi həm hataların sorunu, həm də bir neçə şeyin çözümünü göstərəcəm istəyirəm. Bunu da videosunu bugünlər atdım tezəliklə. İkinci bölümü də sabah gələcək. Paladins'də həmin ki. Sizə söylədiyim bir yer var. Ən yaxşısı bunlar hamısı pirat oyunlar, piratdılar. Ona görə bunlara girməyiniz o qədər də sərfəli deyil. Gördüyünüz artıq gəlir. Artıq sizə gördüyünüz kimi. Mən buna hindi sax eləməyəcəm. Baxın indi. Bir dəqiqəm. Olacaq. Paladins'də söyləyəcəm, keçəcəm. Sonra Minecraft geçmirəm neçə vaxtdır. Burada normal şeylər gəldi çıxdı. Bunu biz məcburi dayandırmalıyıq artıq, başqa bir yol yoxdur. Bunu dayandırmaq lazımdır. Və nə oldu? Gördüyünüz kimi lazımsız bir proqram çıxdı ortaya. Əslində o sizə lazım deyildi. İndi nə oldu o proqram? Yükləndi. Yükləndsə, har yükləndi. Deyirəm. Har yükləndi, onu bir tapa bilsək artıq. Artıq viruslar budur. Məmnunlar. Çünki budur təzə budur. Gördüyünüz kimi artıq girə bilmirəm, ona görə də bunları siləcəm. Əgər siz bunu tamamilə işləmək istəyirsə, sizə ən yaxşı şeyim odur, tövsiyəm odur ki, bunu yükləməyin. Onu yükləmək istəyirsə, gedin PS2016-ını yükləyin. Əgər bunu istəyirsinizsə, gedin internet klubda özünüz üçün oynayın. Bundan artıq basit şey yoxdur. Çünki bunu artıq ondan sonra yükləmək olmur Windows'da. Çözüm artıq budur. Çözümü sizə verdim, amma mən yükləmirəm. Onun artıq o tərəfə getmirəm. Çünki mən antivirusunu dəf eləsəm artıq virus basacaq. İstəyirsinizsə siz yükləyin. Mən indi sizə deyirəm burada. Sizə heç bir xəri dəməyəcək onu. Sizin artıq mən buna. Görürsünüz artıq dayanmadan viruslar sizin kompüterinizi doğrub deyir. Bunu
Gördünüz mü? Silmeye lazımdır. Dalit. Yaxşı. Bu qalsın burada. Sizdə bu proqram yoxdur. Siz bu virüsə yoluxmusunuz. Belə deyil. Kompüterə girsiniz. Bir dəqiqə. Burada bu var. Məndə Rusiyada, amma sizdə Türkçədə az dilində ola bilər. Onun adı neydi? Çincədə. Burada həmin proqramı axtara bilərsiniz. Mən axtaram indi. Bir dəqiqə. Axtaraq. Gördüğünüz gibi burada var. Buna basıp udalite basıp siz bunu setup'una silebilirsiniz. Ama ben burada antivirüs dediğinizi tercih eden için tam kökünden silip aparsınız. Bu da tam aparacaq. Buradan da silmeniz. Antivirüs de tam aparacaq, bu da tam aparacaq. İkisi tam aparacaq aslında. Yani deməyim budur. Oha. Ben düşünce bilmiyorum neyse. Yes. Olmadı. Onu da öbürsüne basıp. Lega. Ne oldu buna? Bunu da alayım. Arada belə qatlıqlar olur. Lega. Sence bunun izminti. Bilmem, gözleyeyim onun gelsin, ondan sonra bakarım. Aşağı düştüm, o videodan kənarda belə bir şeylə qarşılaşdım. Yenə də belə bir şeylə qarşılaşdım. Buna baxım. Yenə də artıq bunu necə sileyim. Buna basacağım. Buna basacağım. Buna basacağım. Bunların hamısını silməliyim. Silək. Silindi mi? Silinmədi mi? Biraz. Orada deyəndə silinmədi. Niyə silinmədi? Yoxsa virüs bastım özünün kompüterə baxaq. Ya da bəlkə getdi. Aşağılardan olması lazım bunların. İşte burada da getməyib. Lan necə silərik? Yoxsa kompüterə virüs bastı. Bunların bəlkə hepsini basmaq lazımdır. Sadəcə belə bassaq nə olar? Oha, silinmir. Şimdi bunları belki kopyalamak da olur. Belki bunu silmeye lazım da ona göre de birinci bunu sileyim. Kışkırma. Üstüme mal. İşte varsa. Fayda da silinir dostlar. Silindi sonunda burası. Sonunda artık silinmeye biter, başlayabiliriz. Biraz olsun. Ha, o getdi artıq bir dənə qaldı.
İkisini de siley artık. Bunu silmeye olur artık ben buradan. Hiçbir şey başa düşmüyorum. Ben de buna basıyorum. Ya. Sil artık oğlum, bunu sil. Paprikalarını sil artık, hiç sattı bunun üstünde ya. Burada uninstall yok mu? Siz çıtarlar, siz necə proqramlar düzəltirsiniz Allah. Allah'ım artıq beni səbir ver. Neyse dostlar, bu kadar artık bunu silmem mümkünsüzdür. Salam ki mənim videomu izlədiniz və bir də ki sizlərə bir xahişim olacaq, abunə olmağı və like atmağı unutmayın. Sağ olun, salamat qalın. Sizdə yaxşı baxın. Son bir dəfə bunu düzəltəcəm, baxın necə olacaq. Diyelim, bu da İzmit var. Bunu silip sonra gedim. Bunları da sileyim artık. Sağ olun, salamat qalın, özünüzə yaxşı